Kameramanın deyir ki, Şuvalanın mayak bağları, təsəvvür eləyirsən, 9 sotun içində 196 kvadrat 2 mərtəbə, sənədlərdə xüsusi mülkiyyət yaşayış məntəqələrinin torpağında inşa olmuş bu gözəl ev nə deməkdir? Mən də yaşamamışam, dadını bilmirəm, ancaq sizlər üçün təqdim edəcəm. Allah yeni sahibinə qismət eləsin, biz də qonaq olaq. 9 sot xüsusi mülkiyyət yaşayış məntəqələri, Şuvalan mayak bağları. Hər kəs bilir buranın elit təbəqəsi, bu məhəllədə də istəmirəm adlar çəkəm, Azərbaycanın qaymaqları yaşayır. Əziz dostlar, həyətdə pasiyenimiz davam eləyək qardaşım. Çöldə maşın qarajı, belə bir üz görünüşü olan gözəl bir evimizi sizlər üçün təqdim edirəm. Axırda da qiymətini deyəcəm hər bir kəsə. Keçdik gözəl bağı, bağçası, ağaçları, yolu qapıya qədər asfalt, dəmir dərvaza, ağıllı sistem. Evə giriş var. Gəl əziz qardaşım, biz buradan daxil olaq elə evimizə. Doğrudan Şuvalanın havası bir başqadır, bir gözəlliyi var. Ətrafı göstərək, hər biri villalar. Dənizdən təxminən 200-300 metr məsafədə yerləşir bağımız. Belə bir gözəl söhbətgahı. Qeyd elədim, bu evimizin ikinci giriş hissəsidir. Burada mətbəxdir, yəni mətbəxdə pişir, düşür, eyni qaydada çölə çıxar. Keçdik əziz dostum, gəl. Sanitar qovşaq. Mətbəxi təqdim edirik, keçdik. Sanitar qovşaq. Belə bir gözəl qonaq otağımız. Əziz dostlar, bu evdə də bütün avadanlıq qalma şərti ilədir. Kombi sistemidir, evdə kondisionerlər var, mebellər var, hər biri qalır. Daxil olaq, növbəti otaq. Buradan göstərim, burada da böyle çıxışımız var. Ev böyükdür, ona görə tez-tez çəkmək məcburiyyətindəyik. Əziz dostlar, belə bir gözəl pilləkən yığılır. İkinci mərtəbədə 4 yataq otağımız var. Gəl əziz qardaşım, birinci yataq otağı təqdim edək. Əziz dostlar, ünvanımızı dəyişsəkdə sənəd bizim üçün önəmlidir. Evimizin sənədləri xüsusi mülkiyyət yaşayış məntəqəsidir. İkinci otaq 9 sot 196 kvadrat hipotekaya tam yararlı ev. Yəni hipotekaya yararına görə deyirəm ki, sənədləri tam qaydasındadır. Növbəti yataq otağı. Kanalizasiya sistemi var. Sanitar qovşaq. Və növbəti geniş yataq otağı. Əziz dostlar, evimiz Şuvalan mayak bağları 9 sot 196 kvadrat. Evimizin qiyməti 500.000 manat deyilir. Hər birinizin yolunu gözləyirəm. Hər birinizə təşəkkür edirəm. Yaxşı varsınız.